Dövlət İmtahan Mərkəzi, məsələn, bizdə repetitorluq məsələləri var da. Əslində repetitorluq sadə bir məsələdir də. Bunu sən yaratmısan. Sistem bu repetitorluğu mənə yaradıb. Necə yarada bilir? Bunu bu şəkildə yaradır ki, mən 11-i qutaranda 5-dən, 6-dan, 7-dən, 8-dən, 9, 10, 11-dən ciddi şəkildə vağır formada blok imtahanı verirəm. Mən nə qədər mükəmməl adam olsam da, mən 6-cı sinifdə oxuduğum tarixi unutmaqda, yəni normaldır bu, unutmalıyam. Mən müəyyən şeyləri unutmalıyam. İnsan beyni belə mən məcbur oluram ki, gedirəm. Niyə ümumiyyətlə bu 5 fəndən, 6 fəndən və bu şəkildə bütün sinif imtahan verilməlidir. Gəlin belə elə də bunu. Bu adam 10-11-dən imtahan versin. Bu BSG, KSG məktəb nəyə qiymətləndirir? Məktəbin bu qədər qiymətləndirməsi var. Bunu daha real, daha ciddi formada aparaq, orada müəyyən bir balı formalaşsın. Və bu adam ümumiyyətlə dünyanın bir çox ölkələrində 6 fəndən, 7 fəndən imtahan yoxdur. Riyaziyyatdan əsasən imtahan götürülür, bir də bəzi olsun dildən imtahan götürülür. Ümumiyyətlə bizdə Dövlət İmtahan Mərkəzinin bu qədər səlahiyyət sahibi olmamalıdır.